Word 2010 dərs keçəcək, ofis proqramı. Demək, Word 2010, bunun quruluşu 2019 olsa da, yəni həmən-həmən hər şeyləri eynidir 2019-dan 2010-un. Nələr dəyişiklik eləyibsə, burada şəkillərdə əlavə etmişəm, göstərəcəm, görəcəksiniz. Gəlir indi nəyə? Word-ün quruluşuna. Word-ün əvvəlcə gəlib burada olan düymələrinə. Bu X ümumiyyətlə Word sənədindən çıxmaq deməkdir. Bütün sənədləri bağlayıb çıxmaq deməkdir. Bu ekranın ölçüsünü kiçildib, yəni minimalizm, maksimalizm etmək deməkdir. Bu isə ekranı götürür, Word-ün ekranı tapşırıqlar panelinə. Aşağıda ekranımızda olur, sənədimiz aşağısında. Tapşırıqlar panelinə əlavə edir. Sonra isə gəlirik burada. Burada ilk Word sənədini açanda dokument 1 yazılır. Yəni birinci dəfə açdığında. Siz onun uzantısı nədir? .docx-dir. .docx gedəcək Word. Sonra isə gəlir burada yuxarı hissəsində cəhd müraciət paneli var. Bu X toolbars deyilir. Burada nədir? Siz tez-tez istifadə etdiyiniz əmrləri bura əlavə edə bilirsiniz. Məsələn, burada mən kliklədikdə avtomatik yadda saxlamaq əlavə edilib. New əlavə edilib. Baxın, mən bunu götürsəm, klik atsam, artıq burada bir dənə new pəncərəsi var idi. Diqqətli olun, getdi. Təzədən baxın, new eləsəm, əlavə edildi. Boş, baxın bu. Sonra isə mən burada open əlavə edim. Sənədin açılması. Baxın, open. Bu işarələri də bilin ha. Bu openin işarəsidir. Bu yeni sənədin açılmasınındır. Bu nəyindir? Baxın, fikir verin, save'indir. İndi bir də çox vaxtı qarışır. Print baxın görün varmı burada? Baxın, fikir verin. Biz bunun üzərinə yaxınlaşdırdıqda nə baş verəcək? Bu da nəyində? QX print, cəld print, yəni printin nədir? Qısa cəld müraciət olması üçün istifadə edilən şablonlardır. Buradan siz əlavə edə bilərsiniz. Burada sizə özü Word verir. Bundan əlavə olaraq da more komanda, yəni daha çox komandalar klikləyib, daha çox əmrlər əlavə etmə şansınız var. Sonra isə gəlirik, Word-də olan bu siyahı nə deməkdir? Bunun aşağı hissəsinə gəldikdə Word-ün, məsələn, page 1 of 5 verib, düzdürmü? Yəni, sənədin 5 səhifədən ibarətdir. Mən hal-hazırda birinci səhifədəyim. Bunu demək istəyir. Aha. Sonra isə gəlirik. Burada hal-hazırda nə qədər söz var? 722 dənə söz var. Bunu bildirir. Sonra gəlirik. Burada görünüş rejimləri var. Deməli, full screen var burada. Ekran boyu, tam ekran boyu görsənilməsi istifadə edilir. Read page layout rejimi var. Yəni susmaya görə odur. Bir də web layout var ki, internetdə göstərilməsi üçün istifadə edilir. Burada da miqyas var. Miqyasımız bizim Word-də maksimum 500-dür, minimum 10-dur. Susmaya görə isə 100 olur. Biz bunun uzunluğunda bir dəfədə keçəcəyik. Sonra üfüqi və şaquli xəttkeşlər var ki, daha doğrusu fırlatmalar var ki, siz ekranı yuxarı, aşağı etmək üçün istifadə edilir. Bir də burada xəttkeşlər vardır ki, biz onları gizlədib göstərə bilərik. Onları da keçəcəm. Gəlirik sonra bunlara. File menüsü var. Home, insert, page layout, reference, mailing, review, view, LED tabları var. Tablarda olan bunlar LED qrupları adlanır. LED qruplarında yerləşənlər isə adlanacaq nə? Əmrlər. Bu lent interfeysi adlanır. Aydın oldu mu? Bu interfeys adlanır. Lent interfeysi, məsəl üçün də home lent interfeysini, məsələn, home lentini, clipboard, məsələn, paste əmri. Bu cür gedəcək. Başa düşdünüzmü? Siz bunların hamısı nələrə nə aiddir, onları da öyrənməlisiniz. Plus-dakı onların şəkillərini çox vaxt yazılı saxlamalısınız. Oxunun, yəni. Başa düşdünüzmü? Əsas olanlar. Gəlir indi birinci, home-dan başlayacağım. Home-a aid məlumatları verəcəm. Ondan sonra isə davam edəcəm. Başlayırıq indi home-dan. Demək, home hansı lent qruplarından ibarətdir onu deyim. Clipboarddır, fontdur, paragrafdır, stylistdir və editingdir. İndi sizə bu 2019-un quruluşudur, bu cür görürsünüz. Bir də sizə mən 2010-un quruluşunu göstərim. Hələ necə varsa eləsinədir.
Başa düşdünüzmü? Yəni heç bir ekstra dəyişiklik yoxdur. Rənglər deyə bilərsiniz ki, fərqli olar, fərqli görsənir. Fərqli görsənməyinin səbəbi də, e, yəni sən onun rənginin necə deyirlər, optionsdan, tənzimləmələrdən özün dəyişə bilərsən. Sənə onu icazə verir, yəni. O tənzimləmə ilə bağlı bir şeydir, yəni. Başa düşdünüzmü? Word-ün 2019 və yaxud da 2010 olması ilə bağlı bir şey deyil. Gəlir indi Word-ümüzün özü haqqında, bunlar haqqında danışmağa. Gəlir Word də Home'a aid olan left qrupları clipboard, font, paragraf, styles və editingdir. Bizə ən çox düşən suallar elə burada olunur. Gəlir birinci clipboard. Clipboard mübadilə buferi deyilir. Clipboard'a aid olan əmrlər cut, kopya, format painter və paste. Bizim ən çox istifadə etdiyimiz əmrlər bura aid edilir. Gəlir indi bu nədir? Biraz uzağa aparın və başlayın işləməyə sizə. Hal-hazırda görürsünüz ki, cut əmri və yaxud da kopya əmri deaktivdir. Şəffaf rəydə deyil, boz rəydə verilib. Düzdürmü? Bunlar nə zaman bizim necə deyirlər, görə biləcəyimiz şəffaf aktiv rəydə olacaq? Tutaq ki, mən sözü götürüb seçirəm. Baxın, fikir verin. Sözü seçirəm. Artıq mən sözü seçəndə nə baş verdi? Cutla kopyanın rəngi dəyişdi. Aktiv oldu. Aydın oldu mu? Ve mən katın qısa düyməsi, qarşıdan da yadınızda saxlayasınız. Ctrl X'dir. Kopyanın qısa düyməsi isə Ctrl C'dir. Katla kopyanın fərqi nədir? Daha doğrusu, katla kopyanın fərqi nə deyəcəyik biz? Qısa düymələri Ctrl X'dir, birində Ctrl C'dir. Digəri isə kat yer dəyişmə deməkdir. Kopya isə nüsxəsini yaratmaq deməkdir, kopyalamaq deməkdir. Yəni necə? Mən burada xarəzmini kat eləsəm, baxın, kat eləsəm, xarəzmi buradan getdi. Gətirirəm bura əlavə edəndə, baxın, ya paste düyməsini basacağım, ya da ki, Ctrl V düyməsini basacağım. Və basdıqda fikir verin, xarəzmi bura gəldi. Hə, siz sual verə bilərsiniz ki, kat elədikdən sonra neçə dəfə paste edə bilərəm? İstənilən sayda paste edə bilərsiniz. Word-də heç bir məhdudiyyət yoxdur. Baxın, xarəzmi bu cürə getdi. Bəli, bəli, hara istəyirsənsə, oranı aparsan, kursoru qoysan, sonra isə paste edirsən. İstəyir kopyada, istəyir katda. Haranı istəyirsənsə, ora düyməni basmalısan, sonra paste etməlisən. Yaxşı, bunu keçdik. İndi Ctrl Z eləyək və yaxud da ki, onu da əmrlərin yerinə yetirək. Geri qaytarılması. Gəlirik, indi mən istəyirəm ki, seçmişəm, amma kopya eləmək istəyirəm. Kopya elədikdə xarəzmi öz yerində qalır. Xarəzmi öz yerində qalır. Gətirirsən bura, kursoru verilmişdirə qoysan, paste və yaxud da ki, nə edə bilirsən, Ctrl V düyməsini basmaqla əlavə edirsən və gedir. İstənilən sayda paste eləyə bilərsən. Ctrl Z-i basıram, gəlirəm indi nəyə? Bu sözün, baxın, sözün rənginin, formasının, ölçüsünün dəyişilməsi formatlama adlanır. Başa düşdünüzmü? Maylı yazıram, rəngin qalınlaşdırıram, qırmızı edirəm, kursiv formasında yazıram. Şriftin növünü dəyişirəm. Bunlar hamısı formatlama adlanır. Yəni bir növ xarici görünüşünün dəyişdirilməsi, formasının dəyişdirilməsi. Amma redaktə dedikdə isə artıq siz nələrsə əlavə edib və yaxud da nələrsə silirsiniz deməkdir. Aydın oldu mu? İndi gəlirəm mən burada fikir versəz ki, bu riyaziyyat sözü bizdə biraz nədir? Rəngli və sairə də fərqlənir. Kopya elədim. Kopya elədikdən sonra paste elədik. Onsuz paste gedəcək. Gəlin paste eləyək. Riyaziyyat sözü, baxın, formatlaması ilə bir yerdə əlavə edildi. Mavi rəydə idi, altdan xətt çəkilmişdi, hansı ölçüdə idi, eyni də getdi. Bir də var burada paste-in növlərində. Siz götürüb burada deyir ki, keep search formatting. Bu nə deməkdir? Bunun, baxın, mən tutaq ki, bu sözü seçdim. Bu sözü seçim. Gəlirəm burada kopya eləyim. Düşürəm aşağı. Deyir ki, bu birinciyə daxil olduğumda nə deyəcək mənə? Deyir ki, keep search formatting. Bu nə deməkdir? Bir dənə Ctrl Z eləyim. Aha. Bu nə demək olacaq? Yəni, sən götürüb bunun formatlamasını saxlayırsan deməkdir. Baxın, fikir verin.
Bura kliklərdə riyaziyyat sözləri diqqətlə olun. Baxın bu hissəyə baxın bir dənə. Bura baxın mən bunu elədikdə bu formada gedəcək. Bir də gəlin buna merge formatting. Görək bu necə olacaq? Baxın. Bütün şəkildə götürüldü, əlavə edildi. Bir də var burada nə? Şəkil formatında əlavə ediləcək. Bir də nədir? Yalnız bu fikir verin. Mətin. Baxın fikir verin. Keep text only. Sadəcə mətin qalsın. Başa düşdünüzmü? Yəni onun mətin hissəsi qalsın. Format silinsin. Fikir verin, riyaziyyat sözünü görürsünüzmü? Nələr formasına. Demək keep search formattingdə saxlayır. Bu formatı silir, sadəcə mətni saxlayır. Bu isə nə edəcək? Şəkil formatını əlavə etməkdir. Şəkil kimi gələcəkdir. Baxın, burada əlavə eləmişəm, önləməm. Bax. Keep məsələsi şəkil formasında əlavə edim. Artıq bu fikir ver, bu şəkildir. Şəkildir bu. Yazı deyil. Ölçüsü dəyişir. Yo, ya şəkildir, şəkil. Çərçivəyə alınır. Şəkil necə screenshot eləyirsən və yaxud da şəkil əlavə etmirsən, o cür gedir. Aydın oldu? Daha sonra isə gəlir Format Painter. Format Painter nədir? Mən bunu seçim, Format Painter eləsəm. Bunun hələ orijinal versiyada buydu. Gəlin biz bir dənə bu sözü seçək və yaxud da başqa bir söz seçim. Al-Xərəzmi burada söz seçim ki, bilinmir sözü. Bu sözü seçim. Kursordan çıxardım. Qalın yazım. Altdan xətt çəkim. Nə bilim, üstdən xətt çəkim. Formalar verim mən buna. Müxtəlif məsələ formalar verim. Söylədimmi? Format painterinə bu əmrin fərqi nədir? Tutaq ki, mən bu sözü üzərinə və format painter gəlirəm. Sonra gedirəm istədiyim sözün üzərinə, mən bunun hansı üzərinə nə əməliyyat yerinə yetirmişəm ha. İstədiyim sözü seçirəm və o sözün üzərinə bunu əlavə edirəm. Baxın, fikir verin. Sahəsindəki sözü artıq bunun formatını götürdü. Onun üzərinə hansı formatlama əməliyyatını yerinə yetirmişdimsə, həmin formatlama əməliyyatı onun üzərinə də əlavə etdim. Formatlama, format painterin qısa düyməsi nədir? Demək, Ctrl-Shift-C seçirsən, Ctrl-Shift-V. Ümumiyyətlə, Ctrl-Shift-C nə idi demişdi? Ctrl-C nə idi? Kopyalamaq idi. Ctrl-V yapışdırmaq idi yaxı. Format painterdə isə bir shift sözü əlavə edilir. Hə, mən silmək istəyirəmsə nə edəcəm? Bunu götürəcəm, bu sözü seçəcəm. Baxın, getdi artıq. Sonra gələcəm, bu sözü seçəcəm. Məsələn, bunu seçdim. Bu söz bizim mətnimizi elə belə köçürtmüş deyə silə bilmir formatın. Amma mənim sonradan yerinə yetirdiyim formatlama əmri var. Baxın bunu. Bunu götürüb düyməni basdıqda baxın elədikdə artıq susma rejiminə, yəni əvvəlki rejiminə qayıtdı. Yəni bunu bildik. Gəlirik mübadilə buferinə. Aha. Formatını kopyalayıb da. Onun üzərində ləman sözünün altından xətt çəkdim, üstündən xətt çəkdim, qalın yazdım, kursiv formada yazdım. Gedirəm, acil sözünü seçirəm. Ctrl-V eləyirəm, Ctrl-Shift-V eləyirəm. Sənin adının üzərində hansı formatlama, bəzək belə deyə də xarici görüntüdə dəyişir eləmişdim, acil də adının üzərində olacaq. Deyir ki, formatlama. Aha, formatlamanı kopyalamaq yəni. Bu cürə. Aha, gəlirik bir də mübadilə buferinə. Bunu kliklərikdə, gəlirik burada mübadilə buferi çıxır. Mübadilə buferində 24 dənə element əlavə edilir. Artıq 25-ci elementi kopyaladıqda və yaxud da qət elədikdə birinci element silinir. Aydın oldu mu? Gəlirik, baxın, bir dənə neçə söz bura əlavə seçək. Baxın, bunu qət elə. Kopyalayanda və yaxud da qət elədikdə fərq yoxdur. Qətdə də düşür. Kopya elədim. Sonra isə gəlirəm, məsələn, astronomiya sözünü eləyək. Kopya eləyirəm. Daha sonra isə alim sözünü seçirəm. Məsələn, qət eləyirəm. Amma sonra Ctrl-Z eləyəm. Dedim, yox, alimi geri qaytardım. Amma bu alim burada hələ də qalıb. Başa düşdünüzmü? Məsələn, Ctrl-V elədikdə axırıncı dəfə nə olsun mən geri qaytardım. Baxın, fikir verin. Axırıncı dəfə mən alim sözünü qət eləmişdim. Ctrl-Z elədim, geri qaytardım və amma onun mübadilə buferində, arxa fonunun mübadilə buferi yaddaş keçmiş deyil sizin əməliyyatda. Onun kopyasını, nüsxəsini götürür, özündə saxlayır. Bu cürə. Mübadilə buferində, yəni bu klipboard açılmamışdan əvvəl, siz ən son nüsxələdiyiniz və yaxud da qət elədiyiniz qalır onun yaddaşında. Ondan əvvəlcilər qalmır. Amma siz burada klipboardı basdıqda bundan əvvəl nələri nüsxələmisinizsə, nələri isə götürüb kopya qət eləmisinizsə, bunların hamısı siyahısı burada qalır.
Past on nə deməkdir? Bu siyahıda olanların hamısını əlavə edəcək mətnizə. Aydın oldu mu? Clear all nə deməkdir? Hamısını siləcək mübadiləsi verin. Bir də siz məsələn bu sözü istəyirsiniz, bu sözü götürüb paste eləyə bilirsiniz. Məsələn, past elə, kursorun olduğu yerə fikir verin, alim sözünün olduğu yerə paste eləyin, xarəzmi sözü əlavə edilir. Aydın oldu mu? Hə, sual verilə bilər ki, sizə mübadilə büferində olan elementlərin hamısını əlavə edə bilirsiniz eyni anda? Bəli, paste all eləyə bilirik. Tək-tək istədiyimizi eləyə bilirik? Bəli, tək-tək eləyə bilərik. Amma bir də deyə bilər ki, sən seç bir neçəsin. Məsələn, mən istəyirəm alim, xarəzmi, riyaziyyat əlavə edilsin. Eyni anda da seçim də 24 dənə siyahıdan seçim. O olmur. Ya birdə nəsən əlavə edirsən, ya da ki, hamısın eyni anda söhbət gedir. Ha? Əlbəttə ki, sən gedərsən alimə eləyərsən, sonra gələrsən astronomiya eləyərsən, sonra gələrsən xarəzmi eləyərsən. Amma götürəsən, sən deyəsən ki, mən alimi seçim buradan, xarəzmi seçim, ikisini seçim götürüm eyni anda əlavə edim, onu icazə vermir. Başa düşdünmü nə demək istədim? Clear all eləyib silirik. Getdi bu. Gəlirik indi nəyə? Fonta. Font kalibri, body. Bu nə deməkdir? Şriftin tipidir. Ctrl Shift F ilə olur düyməsi. Əlavə məlumat olaraq verirəm sizə. Bir də Azərbaycan şriftini tanıyan Times New Romandır, kalibridir və Arialdır. Bunu da bilək. Gəlir şriftin ölçüsünə. Birinci dəfə biz kompüteri açdıqda, Word-ı açdıqda şriftin ölçüsü 11-dir. Biz aşağıya doğru kliklədikdə şriftin ölçüsü susmaya görə 8-dən 70-yədir. Yəni standart halda şriftin ölçüsü deyilir ki, 8 də ən kiçiyi. Maksimum isə 72 götürülür. Standart halda söhbət edir. Amma belə şriftin ölçüsü ən kiçik və ən böyük neçədir? Məsələn, mən bir dənə bura belə enteri basım. Xəta verəcək. Deyəcək ki, şriftin ölçüsü ən kiçik 1 ola bilir. Ən böyük də nə ola bilir? 1638 olur. Bəli, əllə də daxil edə bilirik burada. Aha. Amma kompüter açdıqda susmaya görə 11-dir. Bu kliki basdıqda 8-dən 72-yə qədərdir. Diqqətli olun. Məsələn, başqa proqramı açdıqda o fərqlənir. Bu cürə getdi. Gəlirik bu nə deməkdir? Bu şriftin ölçüsünə baxıb fikir verin. Özü buradan artırıb azaltmanı həyata keçirdir. Bu nə edir? Stilli formasındadır. Bu birinci rejim sentence case nöqtə qoyub. Yəni cümlə bitdi, nöqtədən sonra başlayacaq hərfin avtomatik böyük hərflə yazılacaq. Bu göstərir. Lower case adından ötürü hamısını balaca yazır. Uppercase isə nə deməkdir? Hamısını böyük yazılır. Caps lock rejimi kimidir. Capitalize each word nə deməkdir? Siz onu Python'un capitalize-ına qarışdırmayın. Capitalize isə Bakı Dövlət Universiteti. Götürəcək, neyniyəcək? Birinci hərfləri böyük. Məsələn, mən bunu buradan... Aha, indi baxın, bunu mən buradan seçim. Gələr rejimədə. Düzdürmü? Capitalize rejiminə görə nə baş verdi? Fikir verin, sahəsindəki çalışmaları müasir, məsələn. Aydın oldu mu? Yəni, nədir? Yazdı. Bəs toggle case nedir? Balacaları böyük, böyükləri balaca. Baxın, indi fikir verin. Fikir verin, əksi olur. Əksi olur. Yox, içləri yox. Məsələn, indi bir dənə mən susma... Bax, indi budur. Düzdürmü? Hə. Böyük kesti, yo. Bax, bura bax. M-ni böyük yazım. Bax, M-ni böyük yazım. Seçək indi bunu. Məsələn, toggle case eləyək. Balacaları böyükləri balacaları. Yəni, orada ilk göstərməklə deyil, yəni. Başa düşdünmü? Yəni, sənə test elə də düşə bilər ki, bu necə eləyir? İlk hərfləri böyük, yarım balaca, qalanların böyük demir, Ələman. Hamısına daxil edilir. Yəni, bütün balacalar böyük, böyüklər isə balaca yazır. Əks gedir. Bu da getdi. Bu seçilməyənlər isə formatın silinməsidir. Clear all formatting. Bütün formatı silir, susma rejimdə gətirir. Bu hərfi bold, qalın yazmaq deməkdir. Yəni, məsələn, mən burada alim sözünü seçeyim. Burada alim sözü ilə biraz çox işləyəcək. Demək, nə edirəm? Ctrl B, qısa düyməsi budur. Demək, nə edəcək? Qalın yazır. Nə edir? Qalın yazır. Baxın, fikir verin, qalın yazdı. Bu nə edir? İtalik formasıdır və yaxud da kursiv forması gedir. Nə edəcək? Maili formasında yazmaq.
A nədir? Underline altdan xətt çəkilməsidir. Bu underline buradan klikləyib müxtəlif formalarını yaza bilərsiniz. O Azərbaycan dilində verildiyi təyinin, tamamlığın formaları baxın o cür işləyə bilərsiniz. Bu AB nədir? Üzərindən xətt çəkilməsi deməkdir. Gəlirik əsas məsələyə. Bu i-nin qısa düyməsi Ctrl i-dir, u-nun qısa düyməsi Ctrl u-dur. Bu üstdən xətt çəkmənin qısa düyməsi yoxdur. Gəlirik bunların adlarını biləsiniz. Subscript indeksindədir. Yəni biz xərəzmini məsəl üçün burada bir dənə yazaq, götürək subscript eləyək. Məsəl üçün belə bir şey yazaq. Onun indeksində yazdı. Bunun qısa düyməsi yadımızda saxlayırıq mütləq şəkildə. Kontrolla bərabər işarəsidir. Bir də var superscript. Yəni super dedikdə öz yadınızda saxlayırsınız ki, üstündə, qüvvətində. Bunun da indi mən qüvvəti seçim. Yazdıqda baxın formada xərəzminin üstündə u yazdım, getdi. Bəs bunun qısa düyməsinin nədir? Mütləq şəkildə öyrənir. Ctrl, Shift və plus işarəsi. Aydın oldu mu? Bunları əlavə edirik. Bu kontrol bərabər aşağıdır. Subscriptdir. Ctrl, Shift, plus işarəsi isə superscriptdir. Bu text effekt və tipografiya, yəni müxtəlif tiplərin verilməsi bu cür formada, kölgənin verilməsi və s. Bu bir növ siz yazı yazısınız, imtahana hazırlaşanda marker istifadə edirsiniz, beləsinə istənilən sözlərin üstündən xətt çəkmək istəyir, plamaster simidir. Başa düşdünüzmü? Bəli, bəli. Bəli. Bu isə A isə nə deməkdir? More colors eləyib buradan rəngləri də seçə bilərsiniz. Şriftin rənginin təyin edilməsidir. Məsələn, mən sahələrində seçdim bunu. Seçirəm. Məsələn, sarı rəng olsun. Artıq mənim şriftimin rəngi oldu sarı. Seçəm mən. Aha. Oldu sarı. Aydın oldu mu? Şriftin rənginin təyin edilməsidir. Gəlirik fontun menusu var. Fontun menusunun adı qısa düyməsi mütləq şəkildə bilirik ki, Ctrl D-dir. Font deyərək yadınızda saxlayın. Ctrl D-dir. Ctrl D Word-də ayrıdır, Excel-də ayrıdır, PowerPoint-də ayrıdır. Məsələn, Ctrl D PowerPoint da duplikatdır. Word-də fontun kontekst menusunun açılmasıdır. Başa düşdünüzmü? Gəldi fontu basanda belə bir düymə, belə bir pəncərə açılır. Body, heading, regular burada verir də fontun növləridir. Bu fontun stilləridir. Məsələn, bolddur, italic mənim seçdiyim söz qalındır. Bold, italic var, regular var. Bu şriftin ölçüsüdür. Avtomatik rəngin təyin edilməsidir. Avtomatik, məsələn, underline stillərin təyin edilməsidir. Avtomatik rənginin təyin edilməsidir. Altdan xəttin. Burada strict out var, double strict out var. Strict out sözün üzərindən xəttin çəkilməsi. Baxın, body sözünə burada diqqət edin. Strict out, baxın, sözün üzərindən xətt çəkdim. Amma double strict out elədi işte, 2 qat xətt çəkdim. Superscriptdən subscript'i bilirsiniz. Gəlirik, bəs burada small cap nədir, all cap nədir? Small cap götürür, hamısı böyük yazır, amma kiçik ölçüdə böyük yazır. Həcmini də balacalaşdırır. Başa düşdünüzmü? Amma all caps isə hamısını böyük yazdıqca belə həcmini də böyük yazır. Çatdırmı fikrim nə demək istədim? Hidden isə gizlətmək deməkdir. Yəni, mən burada seçdiyim sözü hidden elədikdə söz artıq nə baş verəcək? Gizlənəcək. OK, basıb əmri əlavə edə bilirəm. Advantage. Həcmi böyüyünün kiçik yazılır, miniatür olur. All caps'da isə aha. Burada text effekt var, bunun default var, rejimlərinin tənzimləmələrinə getmək var. Sonra isə pozisiya var, karakter, yəni xarakterin pozisiyası var və s. Yəni bu rejimlər əsas bizə düşür burada fontda. Gəlirik daha sonra isə paragrafa. Paragraf nədir? Paragraf bizə verilən sətirlərimizlə abzaslarımızı işləmək üçün istifadə edilir. Məsəl üçün, mən buradan bura qədər olan ərazini seçim. Buradan bunu basdıqda, baxın bunu basdıqda, mənim verdiyim paragrafın qarşısında bu cür simvolika var. Yəni, paragraflar, hər paragrafın qarşısında belə bir şey olsun. Yox, bunu istəməyəcəm, məsələn, bunu seçəcəm, hər paragrafımın başlığında bu formada bir şey olacaq.
və yaxud da ki, non eləyirəm heç biri. Bu gəlir nə deməkdir? Bu isə nömrələnmişdir. Bu nişanlanmışdı. Bu nömrələnmiş siyahıdır. Baxın, mənim testləri hazırlayanda bu cür istifadə edilir. A, B, C eləyirik və oradan variantları düzəldirik, tənzimləmə edirik. Bəs bu nədir? Bunlar əsasən konstitusiyada istifadə 1.1 bəndi, kurikulumda da keçər bu keçirsiniz. Alt standart və s. bənzeri. Elə bir bunu başladınız. Aydın olur mu? 1.1-in alt standartı və s. bu formada gedir. Bəs bu nədir? Bu mətnimizi, seçilən mətnimizi sola sıxlaşdırmaq. Əsasən ərizə yazanda və s. işte. Baxın fikir verin. Abzasımı, baxın abzasımı, abzasıya baxın fikir verin. Mən müəyyən hissəni seçmişdim, amma bu götürdü komple şəkildə abzası sıxlaşdırdı. Bu isə geri qaytarır. Sıxlaşdırdığımı geri. Artıq şey mən əvvələ çatdıqda bunu basdıqda getmir. Hə deyə bilərsiniz ki, mənim kursor buradaydı. Məsələn mən bunu belə basım getsin. Getməyəcək. Bu sadəcə sola sıxlaşdırmanın geri qaytarılmasıdır. Bəs bu A-dan Z-yə nə deməkdir? Çeşidləmədir. Məsələn, abzasları seçərsiniz hamısını, bütün sənədinizi. Abzasa görə artma sırası ilə, azalma sırası ilə, əlifba sırası ilə düzələcəksiniz. Və bu nədir? Bunun qısa düyməsi kontrol ulduzdur. Bu həm belə deyim də biz harda enter düyməsini basmışıq, harda boşluq qoymuşuq, onları göstərir. Normal yazı qaydasında iki söz arasında bir boşluq qoymalıyıq. Məsələn, bəddi məqalələrdə, rəsmi sənədlərdə bunu klikləyirlər ki, görüm ki, hansı sözün arasında fikir versəz, bu sözlər arasında boşluq varsa bir nöqtədir. Məsələn, məsələn mən yenə boşluq qoysam, baxın fikir verin, 2 dənə nöqtə qoyuldu. Sonra harda enter basılıb pi işarəsi olur. Bəzən elə cümlə olur ki, siz orada bir-birinin ardınca elə gedir ki, siz enterin olduğu, yəni orada abzasda olduğunu görmürsünüz. Yəni yeni sətrə düşdüyünü görmürsünüz. Pi işarəsi olanda enter basılır. Bir də ki, burada nədir? Biz bayaqlara hidden var idi, gizlətmişdi. Bax, bu unhidden'dır burada. Gizlədilmiş sözləri buradan çıxardırıq deyə. Aydın oldu mu? Sonra gəlirik sola düzləndirmə. Qısa düyməsi nədir? Kontrol elə. Hal-hazırda bizim sənədimiz sola düzlənib. Bu adlanır mərkəzə düzləndirmə. Qısa düyməsi adlanacaq. Kontrol E. Bir də sonra gəlirik bu nə? Kontrol R sağa düzləndirməkdir. Bu da nədir? Tam düzləndirməkdir ki, sənədimizin bütün hər iki tərəfi düz versiyada qalır. Daha sonra isə bu sətirlər arası və abzaslar arası məsafənin təyin edilməsi üçün istifadə edilir. More eləyib before, after və s. təyin edə bilirik. Bu isə seçilmiş ərazini, məsələn mən buranı seçim. Bu abzası seçim. Götürürəm buradan bu rəngi, baxın buranı edirəm. Artıq mənim seçildiyim ərazinin arxa fonu. Aydın oldu mu? Arxa fonu. Səhifənin yox ha. Seçdiyim yazının ərazisinin arxa fonunu rəngləyir. Bunu da non seçilib. Bir də sənədimizə götürüb border sərhədlərin verilməsini seçim. Mən bunu götürürüm, belə eləyirəm. Artıq yazımı digərinə fərqləndirirəm. Aydın oldu mu? Daha sonra isə gəlirik bu stillərdə müxtəlif stillər vermək olur. Yazı stilləri, məsələn, headingli və s. bu cür formalı başlıqlar verə bilərik. Gəlirik bir də burada kontekst menüsü var, paragrafın. Alignment bayaqlar dediyim kimi sola, sağa, mərkəzə düzləndirməkdir. Bu generalındır. Indeşyanal nə deməkdir? Indeşyanalda baxın, fikir verin. Sol və sağ boşluqlarının təyin edilməsidir bu. Sol və sağ boşluqlarının təyin edilməsidir. Aydın oldu mu? Yazının sol və sağ. Baxın, fikir verin. OK eləyirəm. Buradan fikir verin. Abzası. Fikir verin burada. Biraz belə aşağı gətirin. Fikir verin burada. Mən bunu belə eləyirəm. Gedir. Soldan boşluq bu qədər boşluğundan başlayacaq. Sağdan bu qədər boşluğundan başlayacaq. Burada fikir verin. Bu hərəkət eləyir. Necə? Abzay, bir kənar boşluqlarının, yazının kənar boşluqlarının təyin edilməsi sənədimizin. Sonra isə bu nədir? Bu isə spesial, yəni abzasımın sənədimin birinci hərfinin, birinci sətrində olan boşluğun təyin edilməsidir. Biz məscidə vaxtı müəllim öyrədirdi, parmağımızı qoyurduq birinci yeni sətirdən abzasdan boşluq qoyaraq eləyirdik. Baxın, o boşluqdur. Bay isə o boşluqdakı ölçünün təyin edilməsidir. Çatdı mı fikrimizdə? Sonra isə bu sətirlər arası məsafənin təyin edilməsidir. Daha doğrusu, abzaslar arası məsafənin təyin edilməsidir. Baxın, fikir verin. Burada yazıda fikir verin, aşağı yuxarı gedir.